AutoCAD-ı açanda ilk baxışda bizə qarışıq gələ bilər. Ona görə bu dərsimizdə daha çox proqramı açanda qarşımıza çıxan hissələrlə tanış olacağıq. Hansı menyu haradadır, əsas alətlər paneli harada yerləşir, iş sahəsi necə qurulub, bunlara birlikdə baxacağıq. İlk öncə proqramı açdıqda gördüyümüz qara fon bizim iş sahəmizdir. Yəni bütün xətləri, ölçüləri, işlədiyimiz bütün planları bu sahədə yaradacağıq. İşləyən zaman arxadakı dama xətlər, yəni grid xətləri sizi çaşdırarsa, klaviaturadan F7 düyməsinə basaraq bu xətləri söndürə bilərsiniz. Proqramın özündə isə bunu aşağı hissədə yerləşən status panelindən grid düyməsini deaktiv edərək edə bilərsiniz. Yəni həm klaviatura qısa yolu ilə, həm də aşağı paneldən grid düyməsinə bağlamaq mümkündür. Aşağıda gördüyümüz ağ zolaq proqramın idarə mərkəzidir. Yəni biz nə əmr versək, proqram bizə burada cavab verəcək. Daha sonra növbəti addımı göstərəcək. Məsələn, line əmrini seçmək istəyirik. Bunu uzun-uzadı menyudan axtarmağa ehtiyac yoxdur. Sadəcə klaviaturada el yazıb enter basırıq və proqram dərhal line komandasını aktiv edir.